Təbiətin qoynunda, səmanın altında keçirilən dərs. Baş Səyzid kənd tam orta məktəbinin şagirdləri üçün bugün adi günlərdən fərqli başlayır. Məktəb partasından kənarda, yaşıl təbiətin içində öyrənmə imkanı onların sevincinə səbəb olub. Kitablarda oxuduqları, şəkillərdə gördükləri flora, fauna və ekosistemi bu dəfə canlı-canlı kəşf edirlər. Şəkidəki agroekoturizm məkanı isə bu qeyri-adi açıq dərs üçün ən doğru seçim olub. Əvvəlcə dərsin mövzusu elan olunur, daha sonra şagirdlər 3 qrupa bölünərək onlara müxtəlif tapşırıqlar verilir. Biologiya müəllimi Aynur Qədirova deyir ki, ötən yay bir neçə şagirdlə burada təcrübə keçiblər. O zaman əldə olunan biliklər və təəssüratlar o qədər zəngin olub ki, bu ildə daha geniş qrupla təkrar gəlmək qərarına gəliblər. Ekosistemlərdə qida münasibətləri, qida zəncirləri mövzusunu daha yaxşı mənimsəsinlər deyə bu məkanda olan müxtəlif bitki növləri, heyvan növləri, onlar arasında qida əlaqələrini daha yaxşı dərk etsinlər deyə dərsimi burada təşkil etmək qərarına gəldim. Bu artıq ikinci təşəbbüsümüzdür bizim və düşünürəm ki, şagirdlərimiz üçün də çox maraqlı, çox əyləncəli və daha maarifləndirici oldu. Dərs boyunca şagirdlərə ekosistem və heyvanat aləmi barədə əyani və ətraflı məlumatlar verilir. Onlar öyrəndiklərini qeydə alır, müşahidələr aparırlar. Su ekosistemində müxtəlif növ balıqlar gördük və yaxud da quru ekosistemində dovşan, qartal kimi canlılarla tanış olduq. Bitki örtüyü ilə tanış olduq, ağaclarla tanış olduq, böyük bitki örtüyü var. Ağacları gördük, təbiətin gözəlliyini, sonra dovşanların hərəsinin gözü başqa rəngdə idi. Bunlar qeyri-adi bir şeydir. Dərsin ən yadda qalan anlarından biri isə şagirdlərin göyərçinləri yemləməsi olur. Ardınca qrup halında stol arxasına keçərək gördüklərinə əsaslanan nəzəri tapşırıqları yerinə yetirirlər. Təsərrüfatın rəhbəri Etibar Nuriyev ilk dərsin uğurla başa çatdığını bildirir. O qeyd edir ki, uzun illər əziyyət çəkərək ərsəyə gətirdiyi bu məkanda şagirdlərin kollec və ali məktəb tələbələrinin dərs keçməsi və elmi təcrübələr aparması üçün hər cür şərait yaradılıb. Təhsillə bağlı gələcək planları da var. Dünyanın əksər ölkəsindən bitkilərin gətirilməsi, adaptasiya edilməsi, bunlar hər biri burada daxil olan insanlar üçün çox töhfəverici bir şeydir. Bilginin, baxışın müasir bir versiyası ilə tanışdıq. Ən əsası, bütün hər birimizdən çalışmalıyıq ki, bu yaradıcılıq bizim orta məktəb şagirdlərinə əyani olaraq göstərilsin. Yəni, təhsilə inteqrasiya olunsun.